Aha. İndi eşidirsiniz məni. Səsim yaxşı gəlir. Demək buradan qoşulmayan bir Tərlandı, bir də şimdi Aylin. Diqqət ver, burada olsun. Dünənlərim 10-cu suala baxdıq, eləmi? Yox, niyə ki ona baxdıq axı? Və demədim ki, Ahşeri eradan əvvəl 671-650 Manna hökmdarı idi. İskitlərlə müttəfiq olmuşdu. Aşurbanipal üzərində yürüş etmişdi. Sonradan İskitlərlə müttəfiqliyi pozulmuşdu. Yəni İskitlərlə müttəfiq olandan sonra Asur dövləti ilə müttəfiqliyi pozmuşdu. Düzdür? Bir də Artabaz idi. Artabaz da eradan əvvəl 36-cı il Fraspa döyüşündə Atropatena hökmdarı idi. Romalı Antoni hücum edir Atropatenaya Fraspa döyüşündə, amma belə deyək də, orada Parfiya birinci kömək eləyir Atropatenaya və Fraspa döyüşündə Atropatena qalib gəlir. Artabaz bundan sonra görür ki, Parfiya bunu işğal etmək istəyir. Bunun qələbələrini qısqanır. Parfiyanın əsas məqsədi bu dövləti işğal etməkdir. Ona görə də Parfiya ilə münasibətləri Artabaz, yəni Atropatena hökmdarı pozur. Yəni ikisi də müttəfiq olduğu dövlətlərlə münasibətləri pozub. Ahşeri Aşurbanipal'la, yəni Asur hökmdarı ilə, Artabaz isə Parfiya ilə müttəfiqləri pozmuşdur. Aydındır. Aydındır. Ekran görür hamı. Bəli, indi bunlara da baxaq. Eradan əvvəl 6-cı əsrə aiddir. Bəxtiyar, eradan əvvəl 6-cı əsr neçənci illərdir? Yəni eradan əvvəl olduğuna görə 599-dan 500-ə kimi deyə bilərikmi? Çoxdan aza gəlir da. Midiya dövlətinin Asuriya əsarətindən tamamilə azad olması. Bu eradan əvvəl 672-ci ildədir. Belə ki, Ahşeri də Asurla ittifaqı pozandan sonra Midiyanın azad olması üçün Midiyaya dəstək durmuşdu. Orada da Midiyalı demək Kaştaritin dövrü idi ki, Kaştariti Midiyada o Midyalıları ətrafına toplayaraq Asur hakimiyyətindən çıxmağa çalışırdı. Bu 7-ci əsrdir. Bunu götürə bilmərik. Manna dövləti ilə Asuriya arasında Sirdakka sazişinin imzalanması. Kim Sirdakka sazişini deyər? İkinci Sargonla ulusun arasındakı o Sirdakka sazişi. Eradan əvvəl 714. İkinci Sargon Sirdakka sazişində söz vermişdi ki, o Urartu'nun tutduğu Manna torpaqlarını geri qaytaracaq. Urmiya gölü ətrafında İskit dövlətinin yaranması. Urmiya gölü ətrafında İskit dövləti bilirik ki, bax, İskit dövlətinin yaranmasına kim İskitlərə kömək etmişdi? Kim? Yox, o Ahşeri ilə İskitlər sonra ittifaqı pozur da buna görə.
Yox, Ulusunu Mannanın hökmdarıdır. Ben deməmişdim, buranı təkrarlayın. Abala, Ahşeri niye senin üzerine hücum eləyir? Aşurbanipal'la ittifakı pozur, niye gelir Asuryanın üzerine hücum eləyir? Kim kömək durmuşdu onlara? Birinci Rusya niye? Bak bunu izah vermişəm. Demişəm ki, bak bu Ahşeri, Manna hökmdarı Asuriya ile ittifakı niye pozur? İskitler gelir bunun arasında məskunlaşır, İskitlerle ittifak kurur. Düzdür? Axırda Asur hökmdarı Aşurbanipal görür ki, bu İskit Manna birləşməsiyle seyləyə bilmirlər. Yəni qalib gələ bilmirlər. Onda İskitləri yanına keçərək nə deyir? Valla nə olub sizə? Elə bir ki, mən bu hissəni danışmamışam sizə. Mən sizə dedim ki, başı təkrarlayın, qayıtdı dediniz ki, müəllim, oranı bilirik daha, oraya ehtiyac yoxdur. Abala, birinci növbədə Manna hökmdarı Ahşeri Asurla ona göre ittifakı pozur ki, İskitlər gəlib bu ərazidə məskunlaşırlar və İskitlərə deyir ki, siz mənim ərazimdə məskunlaşmaq istəyirsinizsə, mənə kömək edin, sizi sərhəddə yerləşim, Aşurbanipalın yürüşlərindən bir yerdə mübarizə aparaq. İskitlər buna razı olur və bir yerdə mübarizəyə başlayırlar və Ahşeri Asuriya ilə ittifakı pozur. Sonra Aşurbanipal, yani Aşur hökmdarı Aşurbanipal görür ki, bunlara galip gələnmir, İskitləri yanına çəkir və deyir ki, siz gəlin, Manna ilə ittifakı pozun, çəkirin kənara, Manna mənlə meydanda tək-bətək qalsın, mən sizə kömək edəcəm ki, siz dövlətinizi yaradın. Beləliklə, İskitlər 7-ci əsrdə dövləti yaradırlar və Mannadan ittifakı pozurlar. 650-ci ildə Aşurbanipal yürüş eləyir Mannaya, Ahşerini məğlubiyyətə uğradır, ölkədə vəziyyət pisləşir, ölkənin paytaxtı İzrutu Assur tərəfindən dağıdılır, buna görə də əhali üsyan qaldırıb Ahşerini öldürür. Və bunu neçə dəfə demişəm mən? Bəli, bu hadisə 7-ci əsrdə İskit dövlətinin yaranmasını göstərir. Eradan əvvəl 7-ci əsr. Azərbaycan torpaqlarının Əhəməni əsarətinin altına düşməsi. Əhəməni dövləti nə vaxt yaranıbdır? Bəli, eradan əvvəl 550. Neçəyə kimi? Təbii ki 330'a kimi. 331'də Qavqamel döyüşü baş verir. Qavqamel döyüşündə Elmirə nə baş verir? Elmirə, Qavqamel döyüşündə kimdən kim döyüşürdü? Makedoniyalı İskəndər. Bəli, 331'də Qavqamel döyüşündə Makedoniyalı İskəndərlə döyüşür Əhəməni. Baxın, 550-ci ildə Əhəməni hansı dövlətə son qoyub yaranır? Yəni ikinci Kir hansı dövlətə son qoyur 550-ci ildə?
Midyaya. Və Midya nə vaxt şeye son qoymuşdu 3 dövlətə? Manna, Urartuya. 500. Ha. Onda Manna torpaqlarında ilk Azərbaycan dövləti yaranmışdı mı? Azərbaycan torpaqlarında Urmiya gölü ətrafında heç dəfə Manna yaranmamışdı. İlk Azərbaycan quldar dövləti. İndi Manna Midyanın tərkibinə 590-da düşübdüsə, demək 590-da Azərbaycanı Midya ələ keçirib. Midyanı da 550-ci ildə Manna ələ keçirib, Əhəməni ələ keçiribsə, demək Əhəməni ələ 550-ci ildə Azərbaycan torpaqlarında ələ keçirib. Bəli. Demək Azərbaycan torpaqlarının Əhəməni əsarətinin altına düşməsi elə 550-ci ildə 2-ci Kirin dövrüdür. Aydındır. Bu da 6-cı əsr. Makedoniyalı İskəndərin Cənubi Qafqaza yürüşü, Albaniyaya yürüş etməsi yox. Bu yoxdur. Cənubi Qafqaz Albaniya ərazisidir. Bu yoxdur. Çünki bu proses Makedoniyalı İskəndər öləndən sonra Albaniya yaranıbdır. O bu ərazidən keçib, belə deyək, onun sərkərdələri zat yürüş edibdir bu ərazilərə. Tutubdur. Həm də Makedoniyalı İskəndərin ikinci bir tərəfdən hakimiyyət eli 336-323'dür. Yəni bu 4-cü əsrdədir zaten. Heç burada uyğun gələ bilməz. Aydındır. Albaniya dövləti Arşakilər sülaləsinin hakimiyyəti dövründə fərqli olaraq Mehranilər sülaləsinin hakimiyyəti dövründə. Birinci, Albaniya dövlətində Arşakilər sülaləsinin hakimiyyəti 3-cü əsrdən başlayır, düz 510'a kimi. Mehranilər isə 630'dan 705'e kimi. Sasani dövləti ilə müttəfiq olan Yadellərə qarşı mübarizə aparmışdır. Bu həm bu dövrdə olubdur. Belə ki, hələ 359-371 Amit Dizrav döyüşü, Roma ilə müharibə aparırdılar. Amit döyüşündə Urnayır Sasanilərə kömək edirdi, Alban hökmdarı Urnayır. Və Romalıları məğlub edirlər. 371'də Dizrak döyüşündə Urnayır ağır yaralanır, Romalılara məğlub olurlar. Demək, burada kömək edibdir Arşakilər sülaləsi dövründə. Çünki Urnayır Arşakilərdən idi. Arşakilər, Albaniyanın Arşakilər sülaləsindən. 630'da da o Varad Grigor Özoğlu'nu 636-637 köməyə göndərmişdi. Kadisiyek Tesfon döyüşləri. Bu döyüşlərdə Cavanşir böyük igidlik göstərir, amma Sasani Ərəb müharibəsində ərəblər qalib gəlir, axırda Cavanşir çıxır, öz elinə qayıdır. Yəni, istər Arşakilər, istər Mehranilər xarici hücumlarda Sasanilərə kömək olubdur. Bu ortaq cəhətdir. Mehranilərə, yalnız Mehranilərə aid olanları seçməliyik. Xəzərlilərlə xilafətə qarşı ittifaq yaratmışdır. Belə bir şey baş verməyib. Xəzərlilərlə xilafətə qarşı ittifaq yaratması prosesləri yoxdur bunların. Çünki Cavanşir bunlarla da Xəzərlilərlə ittifaq qurmuşdu. 667-670-ci illərdə gəlib ərəblərlə də ittifaq qurmuşdu. Ərəb hücumlarına qarşı mübarizə aparılmışdır. Arşakilər sülaləsinin dövründə hələ ərəb meydana gəlməmişdir. Amma 630-cu ildən ərəb meydana gəlir. Mehranilər sülaləsi də bu vaxtdan gəlir və Cavanşir öz ölkəsinə qayıdaraq hələ müəyyən qədər ərəblərin mübarizələrinə qalib gəlmək üçün gedib Bizansla 654-660-cı ildə müttəfiq olmuşdur. Yəni belə ki, ərəb hücumlarına qarşı mübarizə aparmışdır. Bu Arşakilər yox, Mehranilər dövrüdür. Çünki Arşakilərdə hələ ərəb dövləti yaranmamışdır.
Paytaxt yeni şəhərə köçürülüb. Paytaxt Albaniya paytaxtı 1-ci Arşakilərdə Qəbələ idi. Elə 5-ci əsrdə, 462-ci ildə o 2-ci Vaki Alban hökmdarı Firuz Şahın adına Firuzabad şəhərini saldılar və 5-ci əsrdə Albaniya paytaxtını Qəbələdən Bərdəyə köçürür. Bu da yəni 510-a kimidir. Ona görə də bu proses gedir Arşakilər sülaləsinə. Mehranilərdə paytaxt köçürülməyib, ordulu kimi qalıbdır. İnzibati islahata əsasən Sasani dövləti Şimal Kustanına daxil edilmişdir. Bu da Azərbaycan idi. Sasani dövlətinin Şimal Kustanına daxil edilməsi. Bu da Arşakilərin dövründədir. Arşakilərin dövründə. Yəni bu Mehranilərin dövründə belə bir şey yoxdur. Vəssalam. Bir dənə Mehranilər üçün olan burada ərəb hücumlarıdır ki, ərəb hücumlarda təbii ki, elə Mehranilər sülaləsi hakimiyyətə gələndə o tərəfdə də ərəb dövləti yaranmışdır. Sonradan Cavanşir Bizansla müttəfiq olaraq ərəblərə qarşı mübarizə aparmışdır. Manna dövləti İskit dövləti. ELV diaqramına uyğun bəndləri müəyyən edin. Baxaq görək Manna dövlətindən İskit dövlətinə aid nə verə bilərik? Eradan əvvəl 7-ci əsrin 1-ci yarısında Asır dövlətinə qarşı mübarizə aparılması, 7-ci əsrin 1-ci yarısı təbii ki 699-dan 650-yə kimidir. Burada da Asır dövlətinə qarşı mübarizə hər ikisində var. Belə ki, Manna ilə İskit birləşərək Asıra qarşı müttəfiq olmuşdular. Ona görə 3-ə A variantıdır. İkinci B-də Urartu dövləti tərəfindən ərazinin bir hissəsi işğal edilmişdir. Bu təbii ki, Urartu dövləti tərəfindən ərazinin bir tərəfi işğal olunan Manna dövlətidir. O da məsəl üçün bu ikinci Sargon İranzu ilə dostlaşmışdır. Sonra başlamışdır. İkinci Sargon Urartuya kömək daha doğrusu İranzuya kömək olmuşdu və eradan əvvəl 735-ci ildə Urartulu 1-ci Russanı məğlub edərək Manna torpaqlarını onun əlindən almışdır. Bir də ikinci Sargon 714-cü ildə də Sirdarka müqaviləsindən sonra təzədən Manna torpaqlarının itirilmiş ərazisini Urartunun əlindən yenə alır. Çünki orada Ulusunu 22 Manna qalası və 4 vilayəti qardaşını öldürərsə 1-ci Rusiyaya vermişdir. 1-ci xəyanət eləmişdir Asır dövlətinə. Sonra təzədən ittifaqı üzr istəyərək bərpa etmişdir. Altaydan, Kırım yarımadasından köç edən türklər tərəfindən əsası qoyulmuşdur. Altaydan, Kırım yarımadasından köç edən türklər tərəfindən əsası qoyulubsa, bu təbii ki Altaydan zaddan gəlir deyirsə, Kırım tərəfindən, bu Qaradəniz ətrafıdır, bunu İskitlərə götürə bilərsiniz. Bəzi cavablarda verə də bilər, verməyə də bilər. İndi onu cavablara əsasən müəyyənləşdirəcəyik. Ərazisində Ellin mədəniyyətinin yayılması. Ellin mədəniyyəti yayılıbdır İskəndərin gəlişi ilə. Makedoniya. Bəli, Makedoniya Yunan tayfalarının, İskəndərin tayfalarının gəlişi ilə, bu da Atropatena Albaniyadadır. Eradan əvvəl 7-ci əsrin 50-ci illərində Midiya üzərində qələbə qazanılması. Midiya üzərində qələbə eradan əvvəl 653-cü ildə İskitlərindir. İskitlər yürüş edərək Midiyanı məğlub edir və 625-ə kimi 28 il Midiyada İskit ağalığı dövrü başlayır. Bəli, bu da İskitlərə aiddir. Orada 1-ə B, 2-ə CD, ana 1B, 2. Yox, əstəğfurullah. D yox, Y olmalıydı. Bir dəqiqə. D-ni qoydum səhvən. Hə, bura Y-dir. 1B, 2SY, hani 1B, 2SY, 3A. Və burada da A variantı.
Keçirik 14-cü testimizə. Hamınız eşidirsiniz, səsimi açıq aydın. Bax, paleolit dövründən, fərqli paleolit dövründən, bax, paleolitdən çıxdıq. Fərqli olaraq neolitə. Yəni orada Dandenver deyir ki, yəni paleolitdən çıxdın ha, paleolitə aid deyil. Neolitə aid olanı seçməlisən. Əhali yığıcılıqla məşğul idi. Həm paleolit, həm neolitdə əhalidə müəyyən yığıcılıq şeyləri qalmış. Yox, paleolitdə yığıcılıq qalmış. Neolitdə belə deyək də, elmlə əkinçilik və maldarlıq harda yaranır? Mezolitdə, bəli, ox və kamanın yaranması ilə. Neolitdə bu inkişaf edirmi? Əkinçilik və maldarlığın inkişafı edir. Bəli, tox əkinçilikdə mezolitdə yaranır. Əkinçiliyi, maldarlığın neolitdə inkişaf edirsə, neolitdə insanlar hansı həyata keçid edirdilər? Bəli. Təbiət qüvvələrinə inam meydana gəldi. Bu təbiət qüvvələrinə inam zaten elə. Bəli, bu orta paleolitdən var idi. Axirət dünyasına inam da formalaşmışdı. İstehlak təsərrüfatı tamamilə formalaşdı. İstehlak hələ alt paleolitdən var idi da. Yığıcılıq, istehlak. Heyvanların ovlanmasında ox və kamandan istifadə olunurdu. Nətər? Bəli, bu istifadə olunurdu mezolitdədir və neolitdə istifadə olunmurdu. İndi baxın, heyvanların ovlanmasında ox və kamandan istifadə olunurdu. Desək ki, yaranıbdır, bu mezolitdir. Amma istifadə olunubsa, mezolit, neolit, eniolit, bunlar hamısı daxil deyil. Bəli, ona görə D-ni götürürük. Təsərrüfatda bağçılıq, bostançılıq. Bağçılıq, bostançılıq nə vaxt yaranmışdı? Yeni təsərrüfat sahələri. Tunç, bəli, Orta Tunç. Orta Tunç. Aşağıda verilən hadisələrin Albaniya dövlət üçün yetim nəticəsini müəyyən edin. 457-463-cü illərdə Albaniyada Sasani hakimiyyətinə qarşı azadlıq hərəkatı başladı. Hərəkat Sasanilər tərəfindən yatırıldı. Yadımıza salın görək, 457-ci ildə o kim ölür, sonra orada bir hökümdar başqa dini qəbul edir. Bəli. Hristiyanlığı qəbul edir. Dayısı Yezdaget ölür. Bəli, ikinci 438-457 Sasani hökümdarı 2-ci Yezdaget'in hakimiyyətidir. Yezdaget ölür. Artıq 457-ci ildə 2-ci Vaki Alban hökümdarı. Bunlarla Sasanilərlə qohumlaşmışdılar da. Alban hökümdarı başlayır neynəməyə? Artıq eləyir. Elə bir ki, Hristiyanlığı qəbul edir və Sasanilərə qarşı başlamışdı çıxmağa. Ölkə ərazisi Haylandar Hunları əsarəti altına keçdi. Bəli, elə bir ki, orada da Firuz Şah özü salmır, çünki 2-ci Vaki onun adına şəhər saldırmışdı. Onun yerinə kimləri dəvətləyir bura? Bəli, 462-ci ildə Haylandır Hunlarını dəvət edir. 463-də də 2-ci Vakini taxtdan salırlar Haylandır Hunları. Və beləliklə, bəli, sonra Mərdabanlıq dövrü başlayır. Elə bir ki, orada 2-ci Vaki gəlir Firuz Şahın yanına, xahiş edir ki, ona atasının mülkünü versin. Ondan sonra başlayır adi zahid həyatı sürməyə. Və 463-dən 487-yə qədər nə başlayır?
Birinci Mərzabanlıq. Bəli. Yəni Sasanidə Mərzabanlar vilayət başçıları idi. Artıq Alban hökmdarlarına etibar yox idi deyə Sasanilərdəki vilayət başçıları gəlib Albaniya dövlətini idarə edirdi. İkincisi də o Mömin Vaçaqandan sonra Mömin Vaçaqan xristianlığı üçün Ağqın Kilsə Məclisi zad çağırır. O da hakimiyyətdən çıxmaq istəyirdi. Onu da taxtdan salırlar, etibar eləmirlər. 510-cu ildən də 630-a qədər ikinci Sasani Mərzabanlığı dövrü başlayır Albaniyada. Burada ölkəyə Haylandır Hunlarını o Firuz Şahın çağırmasıdır. Aha. Bax deyir ki, ulduzla qeyd olunmuş bu Naxçıvan ərazisində Orta Tunç dövrünə aid olan hadisəni. Yox. Bəli, erkən şəhər mərkəzləri. Ən qədim şəhərimiz olan Naxçıvan şəhəri elə eradan əvvəl 3500 il əvvəl meydana gəlib, erkən şəhər mərkəzidir. Qədim insana aid at çənə sümüyünün aşkar edilməsi, at çənə sümüyü Azıq mağarasından tapılmışdı. Bu 1968-ci ildə demək, Məmməd Əli Hüseynov tərəfindən tapılmışdı. Bu müasir dövrə aiddir. İlk dəfə evlərin içində dini ibadətgahlar. Dini ibadətgahlar erkən Tunçdur. Orta Tunç deyil. O da Naxçıvanda 1-ci Kültəpədən tapılıb, amma erkən Tunçdur. Elinin mədəniyyətinə aid nümunələrin mövcud olması, elinin mədəniyyətinə aid nümunələr Atropatena Albaniyadadır. Yəni bu eradan əvvəl 4-cü, 3-cü əsrdədir. Və bu da təbii ki, quldarlıq dövrüdür. Orada Orta Tunçdan, ibtidai icmadan danışa bilmərik. Katakomba qəbirlərin tapılması. Katakomba qəbirlər hansı tayfalara məxsus idi? Kim deyər o katakomba qəbirlər? Mingəçevir və Qəbələ ərazisindən tapılmış katakomba qəbirlər hansı tayfalara məxsus idi? Özdə bunlar bizim eranın 72-74-cü illərində həm Albaniyaya, həm Atropatenaya yürüş etmişdi. Bəli, alanlar, katakomba qəbirlər. Bu da quldarlıq dövrüdür, 72-74. Əhəməni ağalığı dövründə Azərbaycan. Əhəməni ağalığı dövrü elə dedik Kirin Midyanı süquta uğratması ilə 550-ci ildən 330-a kimi davam etmişdir. Azərbaycan da bu dövrdə onun hakimiyyəti altında olmuşdur. Azərbaycan şimalında İç Quldar dövlət meydana gəlir. Azərbaycan şimalında İç Quldar dövlətin meydana gəlməsi Albaniyadır. Albaniyada yarananda artıq Əhəməni yox idir. Makedoniya imperiyası da dağılmışdır. Bu təbii ki, eradan əvvəl 4-cü əsrdir. 4-cü əsr daha doğrusu. Biraz indi B-ni saxlayaq, B-ni indi izah eləyəcəm. İranzu tərəfindən Mannada canişinlik sistemi yaradıldı. İranzu hakimiyyət illərindeyin İranzunun. Eradan əvvəl. Bəli, burada təbii ki, Mannadan söhbət gedə bilməz. Artıq Əhəməni Mannanı Midya süquta uğratmışdı eradan əvvəl 590-da. Yəni Midyada Əhəməni süquta uğratmışdı. Artıq Manna qalmamışdı. İranzudan biz orada danışaq. Atropatena dövləti Selevkilərin işğalına məruz qaldı. Bu eradan əvvəl 223-dədir. Demişdik ki, Makedoniya İspaniya'nın 190. Hansı döyüş idi 190-da?
Magneziya. Bəli, demək 223-də Makedon İskəndərin ölümündən 100 il sonra Selevik hökmdarı, Selevikin digər dövlətin adı Suriya. 3-cü Antiyok yürüş edir Atropatenə. Atropatenanı tutur. Sonra düz 33 il müddətinə Eradan və 190-a kimi Atropatenanı əsarətində saxlayır və 190-cı ildə Magneziya döyüşündə belə bir proses baş verir. O proses bu idi ki, demək, Roma hücum eləyərək bu Selevikləri 3-cü Antioxu məğlub edir və Seleviklər məğlub olduqdan sonra Atropatena müstəqilliyə çıxır. Vəssalam. Bu da yəni Əhəməni dövrünə düşməz. Bu da getdi. Qavqamela döyüşündə Makedoniyalılar məğlub edildi. Makedoniyalılar məğlub edilməyib Qavqamela döyüşündə. 331-dir. Burada Əhəmənilər məğlub edildi. Bəli, bu hadisə düzdür, ili var, amma hadisənin saf yazıdır. İndi Midiyada qamat üsyanı, bax bu Manna dövləti ilə Midiya dövləti ki, Əhəmənin tərkibinə qatılmışdır. Orada Midiya dövlətinin ərazisi Böyük Midiya, Manna dövlətinin ərazisi Kiçik Midiya adlanırdı. O Kiçik Midiyada Kirin oğlu olan Kambizin ölümündən sonra o 522-dədir hakimiyyəti. 522-də onun qaynatası Qalmata adlı şəxs özünü varis elan edərək üsyan qaldırmışdır. O 522-də hələ bu Əhəmənin Azərbaycandakı hakimiyyət dövrünə düşür. Vəssalam. Aydındır. ...643-cü ildə Ərəb qoşunlarının Cənubi Azərbaycana daxil olması nəticəsində, bəli, baxaq görər, bu haqda nə deyə bilərsiniz? İsreyinlərim danışmışdıq. O Ərdəbil yaxında bir dənə döyüş var idi. Nə döyüş idi o? Bəli, 643-cü ildə ərəblər Cənubi Azərbaycan, Ərdəbil yaxında Gəlmidən dağ ətrafında döyüş baş verir. Ərəblər o Səsani mərzabanı olan İsfəndiyarı məğlub edirlər və İsfəndiyar ərəblərlə müqavilə bağlamağa məcbur qalır. Ərəblərlə Azərbaycan mərzabanı arasında sülh imzalandı. 643-cü ildə Gəlmidan döyüşündən sonra. Beləliklə, ərəblər Cənubi Azərbaycan torpaqlarını tutdular. A variantı. Bu belə. Xəritədə paytaxt ulduzla işarələnmiş dövlətin 3-4-cü əsrlərdə Cənubi Qafqaza hücumlarına aid doğru bəndi müəyyən edin. Bu ərazi haradır? Roma. İtaliya var idi onda. Yəni Roma dövlətin paytaxtı Roma şəhəri. İndi 3-4-cü əsrlərdə, indi baxaq, Cənubi Qafqaz, yəni Azərbaycana Sasani dövləti ilə müharibələr aparılması. Olar bu? Sasani dövləti nə var yaranır?
226'da. Kim yaradır Sasanini? Əla, Ərdəşil Babəkan. Baxın, 227'də haran tutur Sasani? Atropatena tutur, Silikonlardır. Bəli, 262'də də haran tutur? Albaniyanı. O Albaniyanı tutmamışdan əvvəl Albaniya hansı dövlətə meyilli siyasət yeridirdi? Bəli, Romaya meyilli. O Roma hökümdarı Valeriyanı 260'da məğlub eləyir Valeriyanı. O Adrianla dostluq 98-117'dir. Alban hökümdarı o birinci Vaçeydi 255'ten 262'ye kadar. Orada Alban hökümdarı 2. Vaçey Roma meyilli siyaset yeridirdi. Sasani'nin de bu hoşuna gelmirdi. Alban hökümdarına nota göndermiş ki sen onlardan ayrıl gel benim yanıma. O da deyirdi ki yox. Onda gedir Valeriyanı 260'da məğlub eləyir Roma hökümdarını. Sonra da gəlir 260'da Albaniyanı tutur. Albaniyanı işğal eləyir amma süquta uğratmır. Daxili müstəqilliyini saxlayır. Aydındır. Bəli, demək ki, Sasani dövlətilə müharibə aparıbdır. Bu doğrudur. Dizrak döyüşündə qalib gələrək Albaniyanın bəzi bölgələrinin işğal edilməsi. Dizrak döyüşü nə vaxtdır? 371'də kimlə kim kimə qarşı vuruşurdu? Bəli. Bu əraziləri itirmişdi. Belə ki, 371-ci ildə buna dəstək duran hökümdar kim idi Sasani dövlətinə? Sasani Roma müharibəsi idi burada. Albaniyada Sasaniyə dəstək dururdu. Yaxın Alban hökümdarı deyil axı. Bəli, 313'də hakimiyyətə gələrək Milan fərmanından sonra o da müstəqil xristiyan dinini qəbul edərək ölkənin xristiyan dininə çevirən, yəni ölkənin dinini xristiyan dini olaraq dəyişdirən Urnayr idi ki, Urnayr Sasani hökümdarı 2. Şapra 309-379 2. Şapur Sasani hökümdarıdır. Ona kömək olmuşdur. Yaxşı. Bəli, dizlər. Bəli. Ona görə də, baxın, ona görə də biz baxırıq ki, 371'də Alban hökümdarı ilə Sasani müttəfiqliyi Roma qarşısında məğlub olur və beləliklə Albaniyadan ərazilər itirilir. Və Urnayr ağır yaralanaraq ölür bu döyüşdə. Və 87-ci il birləşməsində isə müqaviləsində deyilirdi ki, 387 Roma Sasani müqaviləsində Albaniyanın itirilmiş Utis, Şakasin, Kolt vilayətləri geri qaytarılır təzədən Sasani dövlətinin tərkibinə. Demək 2 də aiddir. Magneziya döyüşündə Seleviki hərbi qüvvələrinin məğlubiyyətə uğradılması. Magneziya döyüşündə düzdür. Seleviki hərbi qüvvələrinin məğlubiyyətə uğradan Roma idi. Amma bu eradan əvvəl 190'dır. Bu bizim eranın 3-cü, 4-cü əsrinə aid deyil. Bax getdi. Bəli. Atropatena və Parfiya dövlətinin hərbi ittifaqına qarşı mübarizə aparması. Atropatena Parfiya dövlətinin hərbi ittifaqına qarşı bax eradan əvvəl 53'də Kara döyüşü. Bu eradan əvvəl 1-ci əsrdir. Sonra eradan əvvəl Atropatena Parfiya müttəfiqliyi 38-ci ildədir. Roma 38-ci ildə, 52-ci ildə Parfiya ilə Atropatena Romaya qalib gəlsə də Kara döyüşündə.
Eradan əvvəl 38-ci ildə bu dövləti Roma dövləti Parfiyanı tərk yaxalayaraq hücum edib Parfiyadan qisasını alır. 36-da da Atropatena üzərinə yürüş edir. Təzədən Atropatena və Parfiya Fraspa döyüşündə Romanı məğlub edir. 3-cü Antonini. Və bundan sonra Atropatenanın qələbəsini qısqanan Parfiya Atropatena ilə düşmən düşür. Bunlar hamısı 1-ci əsrdir, amma bizə 3-cü, 4-cü əsr deyir. Ona görə 4-ü də götürənməliyik. Cənubi Qafqazın tamamilə işğal edilərək əyalətə çevrilməsi. Birinci növbədə Cənubi Qafqaz qəti olaraq Romalılar tərəfindən tamamilə işğal olunmayıbdır. İşğal olunubdur Sasanilər tərəfindən, Ərəblər tərəfindən. Sonra Səlcuqlar tərəfindən, Eldənzilər tərəfindən, Monqollar tərəfindən, Cəlalilər tərəfindən, bunlar tərəfindən işğal olunub. Yoxsa digərlər tərəfindən, burada Roma tərəfindən tamamilə işğal yoxdur. Aydındır. Ümid edirəm ki, sizin üçün əməlli məlumat təkrar olur bu da. Xilafətin Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasətə aiddir. Bəli, xilafət 600, demək, Azərbaycanı dedik ki, Cənubi Azərbaycanın 643-cü ildə Vacruz döyüşü ilə tutur. Orada Ərdəbil yaxınlığında döyüşdə. Beləliklə, İsfəndiyarla ittifaq bağlayır müqavilə. İsfəndiyar asılılığı qəbul edir və bütün Cənubi Azərbaycan tutulur. Şimali Azərbaycanı isə o Cavanşir ki, getdi 667-670-ci ildə Xəlifə Muaviyyə ilə görüşdü, asıllığı qəbul etdi. Onunla da Şimali Azərbaycan tutulur. Bütün Azərbaycan torpaqları Ərəblər tərəfindən tutulur. İndi iqtisadi siyasətə aiddir, iqtisadi, ticari baxımdan. Burada ilk xəlifələr dövründə əhalinin və əmlakının siyahıya alınması veribdir. Burada indi nə prosesdir? Elə bir ki, ilk dəfə dövründə əhali və əmlakının siyahıya alınması bu ilk xəlifələr dövründə deyil. Bu 725-də Əməvilər dövründədir. Sonra, çünki belə deyək də, onlar çox da siyahıya alma keçirmirdilər ilk xəlifələr. Çünki onlar vergiləri artırmırdılar, xoş davranırdılar. Ərəb tayfalarının Azərbaycanda strateji ərazilərdə yerləşdirilməsi, bu proses var idi, amma bu iqtisadi siyasət deyildi. Bu, möhkəmləndirmə, dayaq yaratma siyasəti idi. Bütpərətlərə zorla müsəlmanlaşdırma, ilk dəfə Azərbaycanda bu prosesləri aparan zaman bütpərəstləşdirmə prosesini zorla müsəlmanlaşdırma yaymırdılar Azərbaycana. Orada atəşpərəstlik idi, zərdüştlük. Zərdüştlüyü yəni zorla ləğv etmirdilər. Rabatlar. Rabatlar nələr idi? Bax, rabatlar ərəblərin dövründə o karvanlar zad var ha. Bunun üstündən xətt çəkmək. Rabatlar, karvanlar zad yoxdur. Belə bir şey baş verir. Karvanların qorunması üçün karvanxana və rabatlar təşkil olunurdu. Onların dövründə. Bəli, bu ərəb sistemində yayılmışdı və ərəblər gələndən sonra o karvan yollarını, ticarət yollarını qorumaq üçün iqtisadi siyasi münasibət, ticarət münasibəti deyil. İqtisadi, ticarət, istehsal, ticarət. Rabatlar da yaradılırdı ki, o ticarət aparan zaman yol kəsən quldurlar, belə deyək də, hücum edib o ticarət karvanlarını yarmasınlar, ələ keçirməsinlər. Bax, ona görə bəli, bu iqtisadi siyasət idi. Pul islahatına əsasən dövriyyədə Sasani və Bizans pullarının çıxarılması. Birinci növbədə Azərbaycan ərazisində Bizans pulları yox idi axı. Bizans gəlib buranı işğal edə bilməmişdi ki, Sasani pulları var idi bir dənə. Aydındır.
Bəli, Bizans Azərbaycanı tutmayıb ki, Bizans pulları yayılsın Azərbaycanda. Başa düşürük. Bəli, Romalılar Bizans. Bəli, Elmira, Bizans necə olub yaranmışdı Elmira? Neçənci ildə? Eradan əvvəl yoxsa bizim era? Yox, niyə eradan əvvəl? Valla bunu həmişə deyirsən də, bizim era. O Bizans adlanan Qərbi Roma idi yoxsa Şərqi Roma? Ay sağ ol. Birinci əsrdə Albaniya dövlət üçün təhlükə törədirdi. Bəli. Roma Respublikasının dövrünü kim deyə bilər mənə? Roma Respublika. Roma dövləti yaranır. Bəli, Makedoniya qalmamışdı artıq o dövrə. İndi baxın, belə bir şey deyək də, Roma padşahlıq olaraq 753-dən 509-a kimi gəlmişdir. Bu nə idi bəs? Respublika. Eradan 27-dən bizim eranın 395-nə kimi də imperiya idi. Onda Respublika deyirsə, bu eradan əvvələ düşür. Burada isə bizim eranın 1-ci əsri düşür, var. Yəni orada Roma imperiyası desəydi, deyərdin hə yenə. Amma Respublikaya düşməz axı. İndi Alan tayfaları, bəli, 72, bizim eranın 72-74-də Alan tayfaları yürüş etmişdir. Bəli, bir də Parfiya dövləti bizim eranın 20-ci ildə sonuncu bax, Alan tayfaları 72-74-dədir, bax, Alan tayfaları. Parfiya dövləti də, bəli, bu dövrdə qalırdı deyə Albaniya dövlət üçün təhlükə törədirdi. Parfiyadır, Seleviklər dövləti eradan əvvəl 223-də Atropateniya törətmişdi, 190-cı ilə kimi mövcud olmuşdu eradan əvvəl. Onu da Roma dövləti süquta uğratmışdı 190-da o Magnesia döyüşü ilə. Ondan sonra tarixi yoxdur ki, bu gəlb bizim eranın 1-ci əsrinə çıxsın. Ona görə Selevikləri də silirik, 2 ilə 3 qalır. Alanlarla Parfiya. Parfiyama ələ Atropateniyanı bizim eranın 20-ci ilində sonuncu Atropat hökmdarı Aryovaslı hakimiyyətdən salır, Atropateniyanı keçirir əlinə. Və Albaniya üçün də müəyyən təhlükələr yaradırdı bu dövrdə. Aydındır. İndi bunu çıxan kimi, bunu da o birisini də yükləyəcəm tez YouTube'a. 22. Alban hökmdarı Cavanşirin Xəzər xaqanlığı və Ərəb xilafəti ilə apardığı diplomatik danışıqların ümumi nəticəsi. Xəzər xaqanlığı ilə hansı prosesi bağlamışdı və neçənci ildə? Bəli, 665-də nikah Xəzər xaqanının qızı ilə evlənmişdi. Ərəb xilafəti ilə apardığı danışıqların ümumi cəhət, Ərəb xilafəti ilə də 667-670 xəlifə Muaviyyə ilə görüşmüşdü. Albaniyanın daxili müstəqilliyinə son qoyulması. Albaniyanın daxili müstəqilliyinə neçənci ildə son qoyulub? Bəxtiyar. Bəli, 705. Bu düşər bu hissəyə. Özdə bu danışıqlardan sonra Albaniyanın müstəqilliyinə son qoyula bilərdi. Cavanşirin hər iki dövlətdən vassal asılını qəbul etməsi.
Bu bəhs niye asıl olmur ki? Vergi ödüyordu da. Vergi ödemək asıllıq deyil. Bəli, Xəzər xəqanlığı ilə qohum olur. Xəzər xəqanlığı bütün qarət etdiyi şeyləri geri qaytarır. Bu da ona vergi ödüyordu da. Ərəb xəqanlığı, Ərəb xilafətini yox, qohumluq diplomatiyası ilə asılı hala salır da. Orada hələ ikincidə də 667-də gelir Cavanşirdən xoşu gəlir onun igidliyindən xəlifə Muaviyənin. Sonra 670-də də gedəndə vergiləri 3də 1 qədər azaltmır. Vergi verirsə asılıdır da. Elmir bax, oxşar cəhəti deyir. Albaniyada vergilərin azaldılması bu Ərəb dövləti ilə görüşünə aiddir. Bu bir dənə Ərəb dövlətinə aiddir. Bunu verə bilmərik. Yaxşı. Bizansa qarşı ittifaq Ərəb dövləti ilə yaradılır. Albaniya idarəsində Mərzəbanlıq Sasani dövründədir. O birinci, ikinci Mərzəbanlıq. Bu da olmaz. Bir dənə bu. Aydındır. Eyni əsrdə baş vermişdir. Cənubi Qafqaz uğrunda Sasani-Bizans müharibələri 629-da baş verən müharibələrdir. Xosrov Pərvizlə Bizans hökmdarı arasında baş verən bu müharibələrdə son handa əslində birinci mərhələdə qalib gəlmişdir Sasanilər, amma döyüşlərin 628-29-cu illərində Bizans qalib gəlir, amma 629-cu ildə Sasani-Bizans müqaviləsinə əsasən yenə də işğal olunmuş Albaniya torpaqları Sasaninin tərkibinə qaytarılır. Yəni bu bəli, sonra da Xəzərlilər hücumlar eləyirlər Azərbaycana və 630-cu illərdə o Xəzər, Barsil tayfaları gəlir burada Alban tayfalarıyla qarışıb indiki Qazax-Şəmkir ərazisində Mehran tərəfindən Mehravan şəhəri salınıb Mehranilər sülaləsinə əsası qoyulur. Sonra Xəzərlilərin hücumları zat baş versə də Cavanşir dəf edir birini. Sonra da Cavanşir 665-də nikah diplomatiyi açısından aslı vəziyyətə düşür. Cənubi Qafqaz uğrunda Sasan-Bizani müharibələri bu dövrdədir. 7-ci əsr. Alban sərkərdəsi Cavanşirin Sasani şahı tərəfindən mükafatlandırılması. Alban sərkərdəsi Cavanşir nə vaxt ərəblərə hansı döyüşlərdə Sasanilərə kömək dururlar? Ərəb-Sasani döyüşü. 630 yox, 636 31. İştirak edir. Bax, Kadisiyədə də iştirak edir. Tesvonda da məğlub olandan sonra növbəti döyüşlərdə iştirak eləmir, geri qayıdır. Bəli, Tesvonda 637. Bu da 7-ci əsrdir. Savalan döyüşündə Xəzərlərin ərəbləri məğlub etməsi. Savalan döyüşü 731-dədir. Xəzər dənizinin cənubunda olan bu ərazidə Xəzərlər gəlib ərəbləri ağır məğlubiyyətə uğratmışdır. Bu 8-ci əsrdir. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətə gəlməsi. Albaniyada Arşakilər nə vaxt gəlir? Neçənci əsrdə? 3-cü əsr. 3-cü əsrdə gəlir. 630-da Mehranilər. Bəli, burada 5 sona qədər. Yaddan çıxmasın. Oldu.
Daha buna baxıb bitirək. Qoy bu 30'a çatdıraq bitirək. Sonra da 5-10 dəqiqə fark. Buyur. Buyur, buyur. Və sınaq var axı, ay Bəxtiyarda bu. Yaxşı, onda buna baxıb yekunlaşdıraq. Onda sabah yaxşı, tarixi onda yekunlaşdıraq. Coğrafiyaya biraz çox baxarıq növbəti dərsimizdə. Yaxşı, növbəti əlavəmizdə. Manna və Midiya dövlətinə aid oxşar cəhəti müəyyən edin. Eradan əvvəl 6-cı əsrdə süqut etmişdir. Manna nə vaxt süqut eləyib? Bu neçənci əsrə düşür? Bəli. Bəs Midiya nə vaxt süqut eləyir? Bəli. Bu da 6-cı əsrə düşür. Demək 6-cı əsrdə süqut etməsi bunlar üçün ortaqdır. Əhəmənilərin hücumuna məruz qalması. Manna Əhəmənilərin hücumuna məruz qala bilər. Amma Midiya Əhəməni dövləti demirik, sadəcə Əhəmənilərin, farsların. Bildim də Midiyada eradan əvvəl 550-ci ildə son qoyulmur Midiyaya. Bəli, Əhəmənilər sülaləsinin banisi 2-ci Kir son qoyur, Fars. Bəli, bu bir dənə Midiyaya aiddir, Mannaya aid olmaz. Oxşar cəhət istəyir bir də. Asuriya dövlətinə qarşı mübarizə aparılması. Midiyaya aid deyil. Midiya 605-ci ildə elə Asur dövlətinə güclənərək son qoymur. Hədə Aşeri ittifaqı pozandan sonra Asurla ittifaqı gedir Şeydə o Asuriyanın, Midiyanın əsarətdə olan vaxtı yoxdur. Midiya, Kaştariti dövrü. Hə. Və bu prosesdə artıq belə bir gedişat baş verir ki, bax, Manna dövləti birinci növbədə Asurla 675-də ittifaqı pozur. Sonra ittifaqı pozandan sonra 675'də görür ki, o tərəfdən Asurun asıllığında olan Midiyalılar da ayaqlanma baş verir və Midiyaya gizli şəkildə dəstək verir. Və Midiyada 673, 672 Aşerinin verdiyi dəstək və öz qüvvələri ilə başlayırlar eradan əvvəl Asura qarşı daxildə münaqişələr yaratmağa. Kaştariti 672-də Midiyanı müstəqilliyə çaxardır və 672-dən eradan əvvəl 653-ə kimi müstəqil Midiyanın hökmdarına çevrilir. 653'də də Midiyaya İskitlər yürüş edir. İskitlər də 653'dən 625'ə kimi 28 il Midiyada hakimiyyətdə olurlar. 625'dən 585'ə Kiaksar gəlir Midiyada hakimiyyətə. 585'dən də 550'yə sonuncu hökmdarı Astiaq gəlir. Astiaq da Kirin babası idi. Kir öz babasını öldürmüşdü. Beləliklə Midiya dövlətinə son qoymuşdur. Midiya özü də elə 605-ci ildə Asuriyaya son qoymuşdur. Yəni demək ki, Asuriya dövləti ilə qarşı mübarizə aparıb da, Mannada Aşeri, Midiyada da Kiaksar. İkisi də ortaq cəhət ola bilər. Sizcə eradan əvvəl feodal münasibətləri olar?